Sizə PUBG-də ən güclü taramalı silahı və ən güclü snayper silahı və ən güclü pompalını göstərəcəyəm. İndi keçək sizinlə birlikdə eğitim alanımıza. Biz də mən də ki burada sizə ən güclü silahları göstərdiyimdə siz də oradan oturub kanala abunə olarsınız və like atarsınız və videonu da axıra qədər izləyin ki ən güclü silahından bilginiz olsun. İndi keçək videomuza. Deməli, gəldik videomuza. Sizinlə birlikdə birinci taramalı silahı yoxlamamızı istəyirəm. Ən güclü silahı bunlardan, bu ikisindən birini tapacağıq. Birinci sizinlə birlikdə dostlar MG ilə başlayırıq. MG dostlar 41 hasar verdi. Hələ ki ən güclümüz MG-dir. Hələ ki. İndi deməli 42 hasar verdi. İndi M249 qabağa keçdi və hələ ki ən güclümüz M249-dur. Və sizinlə birlikdə indi DB-ni götürürük. 47 hasar verdi. Bir dəqiqə bu neçə vermişdi, yadımdan çıxdı. 42 vermişdi. DB daha qaşıq veribdi. İndilik favorimiz DB-dir. İndi keçək P90-a. P90 məncə az hasar verər. Təkcə mərmisi çoxdur. 27 bildiyimiz kimi zəif verəcək. Bu silah keçən indi bu silaha 25 hasar verdi. Bu da deyir. Hələ ki favorimiz DB-dir. İndi vektora keçək sizinlə birlikdə. Vektor neçə hasar verir tam yoxlayamadım. Vektor dəqiqə görməyə ucuz nazikdir. Vektor 24 hasar verir. Yox, zəifdir bunlar. Bu UMP də az verər. 33 hasar verdi. Hələ ki 47 hasar gəlib çatan olmalıdır. Bunu pompalı ilə yoxlayarıq. Hələ ki bunu yoxlamayacağım. Deməli çifti yoxlayaq indi bunu. Bu da silahlardan biridir. Hələlik bunu tapmışlar. Nə qədər? 20 hasar verdi. Hələ ki bu sırada ən güclümüz DB-dir. Hələ ki DB-yə satan yoxdur. Keçək bu bir sıraya. AUG seçək birinci dostlar. AUG deməli dostlar. AUG neçə verir? 42 verir. Yaxınlaşdı amma yenə də ki DB-ni keçənmədi. Hələ ki favorimiz DB-dir. İndi 47 hasar verə biləcəklər görürsən. 49 hasar verdi. Daha görüm DB neçə hasar vermişdi. 47 hasar vermişdi. M249'dur favorimiz. Hələ ki DB-ni atır keçsin. Groza keçək. Bu nədir? Groza. Deməli 49 hasar verdi. M249 qəşəngdir. 50 hasar. Super, 50 hasar qəşəng. Favorimiz deməli Grozadır. Gərək bunu seçək. Bu silahın tişkət mənə çox zəhləmir bu silahdan. 48 hasar pis vermədi. Hasarı pis vermədi. Prosta yenidəki gəlib 50 hasara çatılmadı. Deməli Grozanı yoxladıq. Bunu yoxlayaq. Albakan idi, nə idi buna da. Bu nə? Niyə belə səhv silahlar götürür? Deməli bu neçə hasar verdi? Dedim bu 51 hasar verdi. Yox, 41 hasar verdi. Deməli bunun yerinə indi gəlir M416-nı seçirik. Baba düşü o elədi ha. Uşaq elədi. M416-nı seçirik bu. 42 şaxlaşamadı alayım. Scar seçək. 96. Yox 43 bax sizin kaska qırıldı deyə. Hələ ki Groza qəşəng gedir, Groza super gedir. 50 hasar vermiş Groza. 51 hasar, bir dəqiqə. Sonra favorimiz AK-dir hələ ki. Favorimiz AK-dir. Deməli, başqa axırdancısı qalmışdı. Grozanın yerinə bunu sizə inanmıram zaten. 48 hasar çatanmadı, bəli. Deməli dostlar, bu iki sırada yoxladıq, başqa da taramalı yoxdur. Bu iki sırada yoxladıq. Bu iki sıradan ən qəşəngi ataq mərmiləri bir dəqiqə. Deməli bundan ataq. Bu iki sıradan ən qəşəngi yenə götdü baba. Uşaq elədi. Mən basmıram. Niyə avtomatik götürür? Deməli ən güclü silah birdən oldu AK. Taramalıların oldu AK. AK-ni qoyaq belimizə. Yəni
deyəm ki, Erangel girmisiniz, AK mütləq götürməlisiniz. Gələk buradan indi M24. Birinci M24'ü seçirik. Deməli, vuranmalı solaqlıqdır. 94 hasar pis deyil. 50 hasar, hələ ki şeydir, abim, hələ ki M24'dür. 94 hasar vermişdir. SK'sini seçək. 54 hasar alınmadı. Amerini seçək. Karı seçib. Heç nə olmaz. 92 hasar. Amerini seçək. Deməli 140 hasar. 140 hasar. Hələ ki favorimiz dəyişildi, M24'dən oldu AMR. İndi AVM məncə keçərdi. Ana tutuzlar. 135 hasar, 140 hasara çatamadı. Deməli hələ ki favorimiz şeydir. Deməli hələ ki favorimiz nədir? Silahın adı AMR'dir. 60 hasar heç verəmədi. 48 hasar yaxlaşamadı. Bu silah da güclüdür. Bu silah da güclüdür. Tutuzuramıram prosta. Ulan bu niyə belə eləyir? Qaqışı yoğurdunuz. Deməli dostlar, bu da çatamadı AMR'yə. Deməli dostlar, ən güclü silahımız AMR oldu. Bir də AKM oldu. Bu iki silah birbirindən güclü. Birbirindən güclü deyəndə AMR daha güclü deyirlər. Laf satdan eləni ta deyirlər. Deməli dostlar, siz məsələn Erangel oynasayız, məsələn Erangel oynadınız ya da bilmirəm da nə oynadınız. Bu iki silah ilə sizin qabağınıza çıxan olmaz. Bu iki silah çox güclüdür. Sizinlə birlikdə. Deməli dostlar, bu gün sizinlə birlikdə bir dənə də videonun sonuna gəldik. Bu gün sizinlə birlikdə ən güclü silahları tapdıq. Ən güclü iki silahı. Ən güclü taramalı silahlardan oldu AK. Ən güclü keskin nişanlı silahlardan da oldu ki AMR. Siz bu silahların Erangel'ə çıxsaz, qəşəng maçlar qazana bilərsiniz. Fatihə qasanlar üçün təzə sezon gəldi. Bu sezon fikrim var, mən də Fatihə qasım. Görüm qasa biləcəyəm. Nəysə dostlar, bugün sizinlə birlikdə videonun sonuna gəldik. Görüşərik hələ.